Salam dostlar. Belə bir məsələ göndəriblər, onu sizə təqdim etmək istəyirəm. Bu şəkildən görünür. Deməli, biz nə edirik? Buradan düzbucaqdır. Düz orta nöqtəsindən orta xətti çəkirəm. Baxın, bura 4-dür. Onu da deyək ki, bura 4-dür. Buradan bura verilir. Bu da olur 2, 2. Bura 90 dərəcədir. Gördüyünüz kimi. Bunları birləşdirsək, bu da bərabər yanlış bucaq olduğu üçün, median olduğu üçün bu da 90 dərəcə olacaq. Deməli, bu bir düz xətt təşkil edir. Biz alırıq belə bir üçbucaq. Aydın ki, burada 60 dərəcə olacaq. Çünki uyğun bucaqlardır. İki bucağı bərabər 60 olan üçbucaq, bu düzbucaq, bərabər tərəfli üçbucaqdır. Buranı 5 vermişik. 5'dir burada verilən 5'dir. Biz nəhayət nə alırıq? 5 bura, 5 bura. 2'ni çıxsaq, burada 3 olacaq. Deməli, biz alıq bu üçbucağın sahəsini tapmaq lazımdır. O necə yazım? S bərabərdir. 2'də 1, vuraq 3, vuraq 5. Sinus 60. Sinus 60 da bilirsiniz ki, kök 3 bölü 2'dir. O da olacaq 15 kök altda 3 bölək 4. Y variantı. Bir də göstərirəm. Əgər rolik xoşunuza gəldisə, xahiş edirəm, like edəsiniz. Əgər kanala abunə deyilsinizsə, kanala abunə olasınız. Çox sağ olun, gələ görüşlərə qədər.